Pünhan Vahidoğlu Kərimli 1989-cu ildə Bakı şəhərində anadan olur. 1996-cı ildə Xətai rayon 363 sayılı məktəbdə orta təhsilə başlayır və 2007-ci ildə orta məktəbi bitirir. Elə həmin ildə Azərbaycan Dövlət Slavyan Universitetinə qəbul olur. 2012-ci ildə oranı bitirib hərbi xidmətə gedir. Hərbi xidməti Azərbaycan sərhəd qoşunlarının Naxçıvan sərhəd zastavasında keçir. Xidməti başa vurduqdan sonra Bakıya qayıdır. İxtisasına uyğun iş tapa bilmir. Odur ki, Gilan Holdingin bir sayılı çörək zavodunda ekspeditor kimi əmək fəaliyyətinə başlayır. 2017-ci ilin əvvəlində ailə həyatı qurur. 2017-ci ilin sonlarında siyasi fəaliyyətinə görə ölkəni tərk etmək məcburiyyətində qalır və ailəsi ilə birlikdə Almaniyaya gedir. Lakin Almanlar onu və bir neçə siyasi mühaciri Azərbaycana qaytarır 2021-ci ildə. Siyasi mühacirlər Almanları inandıra bilmirlər ki, Azərbaycana qayıdan kimi onları həbs edəcəklər. Elə də olur. Azərbaycana qayıdandan 2 ay sonra onu narkotik ittihamı ilə həbs edərək 5 il azadlıqdan məhrum edirlər. 3 ildir ki, siyasi məhbus həyatı yaşayır Pünhan Kərimli. Bu insanlar şərlənibdir, onların əməlində heç bir cinayətin tərkibi yoxdur, tərkib hissəsi yoxdur. Ancaq mülahizə əsasında şərləniblər. Əvvəlcə Pünhan Kərimli saxlananda onun cibinə narkotik atılıb. Demək, əvvəlcə silahla onu şərləyiblər. Biraz gedəndən sonra isə silahı çıxardıblar, narkotik qoyublar. Oradan bura gələn bütün siyasi mühacirlərin hamısını Samir Aşurov istisna olmaqla narkotik Cinayət Məcəlləsinin 234.2.4-cü maddəsi ilə şərləyib həbs ediblər və hal-hazırda onların istintaqı gedir və istintaq da saxtalaşdırılır. Məhkəmə prosesinin vaxtını, saatını gizlədirlər. Mənim oğlum da deyir, siz deyən sigaret çəkən də deyir, heç vaxt narkotiklə məşğul olmayıb, ali təhsillidir. 2004-cü ildə karate Kokshinko üzərə, yəni o idmançı olub. Bunlar hamısı onun birinci, ikinci, üçüncü dərəcəli titulla medallarıdır, yəni verilən medallarıdır. Bunların hamısını mənim evladımın yəni titullarıdır. Bu isə yəni dövlətimizin Azərbaycan Respublikasının Karate Kokshinkan Kantak Karate Federasiyasının keçirdiyi 11-ci Respublika çempionatında 50 çəkidə yer tutmuşdur və birinci yerə layiq görülmüşdür regionlar üzərə. Kərimli Pünhan Vahidoğlu. Müdafiə Xətti İnsan Haqları Təşkilatı tək Pünhan Kərimliyə deyib, digər 4 nəfər həbs olunan, deportasiya olunan Almaniyadan, burada həbs olunan kəslərə qarşı qaldırılmış ittihamları qondarma, absurd gülünc hesab edir. Bunlar saxta ittihamlardır. Yəni Azərbaycan hüquq mühafizə orqanları, xüsusilə polis orqanlarının hər zaman ictimai-siyasi fəallara qarşı həyata keçirmiş olduğu qondarma ittiham haqlarıdır. Bilirsinizmi, biz 21-ci əsrdə yaşayırıq. Çox təəssüflər olsun ki, bir dövlət öz vətəndaşına sahib çıxmaq əvəzinə, hansı ki, bu vətəndaşlar bu ölkədən digərini düşüblər, bir tikə çörək qazanmaq üçün inkişaf etmiş ölkələrə üst tuturlarsa, yəni ölkədə olan kifayət qədər problemlər, bunun qeydinə qalmaqdansa, əksinə deyək ki, o insanlar deportasiya olundan sonra onları hər hansı bir formada cəzalandırırlar. Nə var ki, onlar deyək ki, həmən ölkədə yaşadığı müddətdə aksiyalarda, Azərbaycan hökumətinin əleyhinə təşkil olunmuş aksiyalarda iştirak edir. Mən hesab edirəm, düzgün eləyib iştirak ediblər. Çünki bu adamların adı ictimai-siyasi fəaldır. Yəni bu adamlar mühacir statusu ilə gedib Almaniyada və yaxud da Avropa İttifaqının üzv olan dövlətdən hər hansı bir insan sığınacaq olmasıdır. Bunlar ölkədə fəaliyyət göstərib gedirlər. Yəni, bilirsiniz mi, bu insanları dəyişmək qeyri-mümkün. Amma əfsuslar olsun ki, Azərbaycan hüquq mühafizə orqanları nə işlə məşğuldurlar? Bu insanlar deportasiya olunandan sonra, qarantin müddətində atletlər kəndinə qalandan sonra dövlət təhlükəsizlik xidmətinin və yaxud da olsun çoxsumad dövlət təhlükəsizlik xidmətinin əməkdaşları və yaxud da deyək ki, başqa hüquq mühafizə orqanlarının əməkdaşları həmən insanlarla gedirlər, şəxsi görüşlər keçirirlər. O insanları hüquq mühafizə orqanları əməkdaşlığa cəlb etmək təklif edirlər və seçim qoyurlar. Ya bizdən əməkdaşlıq edirsən, ya da həbs.
Əməkdaşlıq etmədiyin halda həbs olunur və yaxud da buna imtina edən insanlar isə daim təqib və təzyiq altında saxlayır. Yəni bu insanlar daim nəzarətdə olur. Siz təsəvvür edin. Bilirsiniz, burada Azərbaycan hakimiyyəti əslində öz vətəndaşını qorumaq əvəzinə Azərbaycan vətəndaşına və onun ailə üzvlərinə müsibətlər yaşadır. Yəni yenə deyirəm, bunların həbsi birbaşa olaraq siyasi motivlədir. Biz hüquq-mühafizə təşkilatı olaraq hesab edirik və həbs olunanların hamısının məhkəmələrində yaxından iştirak edəcəyik. Pünhan Kərimlini də mən uzun müddətdir tanıyıram. Hətta mən deyək ki, 2009-cu ildən Gənclər Klubu İctimai Birliyinin icraçı direktorluğunda Pünhan Kərimli bizim Slavyan Universiteti üzrə koordinatorumuz idi və kifayət qədər aktiv gənc idi. Və mən Pünhan Kərimliyə qarşı narkotika ittihamını əslində təəccüblənmədim. Çünki Azərbaycanda siyasi sistemin, hüquq mühafizə sisteminin simasını çox yaxşı bələd olduğum üçün biləm ki, bunlar hamısı saxtadır, quramadır, şərləmədir. Fikir verir, kesin kənara aşın. Mən işimi icra edirəm. 49-cu maddəsi mənə icazə verir ki, mən buradayam. Mən heç bir qayda qanuna qoşulmadı da. Mən işimi icra edirəm. Mən də işimi icra edirəm. Mən də işimi icra edirəm.